якщо по грі, давайте я по грі пройдусь коротенько. Ви зрозумієте, чому мене витримали до кінця і не перемогли. Oyundan danışırıqsa, onda oyundan danışaq. Mən sizə ətraflı şəkildə izah edeyim. Siz onda başa düşəcəksiniz ki, biz nəyə görə həmən hesabı saxlaya bilmədik. Я думаю, 65-70 хвилин був футбол на полі. Дуже непоганий футбол в виконанні команди Нефчі. Deməli, deyə bilərəm ki, 65-70 dəqiqə ərzində oyunda, meydanda əsl futbol oldu. Və bu futbolu da Neftçi komandası ifa etdi. Necə də oynadı, göstərdi. Я не пам'ятаю цей час ні єдиного моменту у воріт Нефчі. Mən həmən vaxta qədər Neftçinin qapısı önündə xüsusi hər hansı bir hadisə yaşandığını xatırlamıram. Нефчі, навпаки, забила 2 м'ячі і могла забити ще як м'яча 3 як мінімум. Və mən deyim ki, buna baxmayaraq, hətta Neftçi 2 gol vurdu. Hələ deyim ki, təəssüf ki, yəni, hətta orada bir şans da var idi ki, əlavə 3 gol da vura bilsin. І це зіграло дуже велику роль, чому ми не виграли. Elə bunun əsas səbəbi bu oldu ki, bu məqam bizim udmamamıza səbəb oldu. Тому що останні 20 хвилин я бачив, що хлопці вже грали на жилах, як можна сказати, бо не було вже тієї свіжості. І, якщо чесно, фізично команда дуже слабко грала. Deməli, nə deyim və son 20 dəqiqəni isə çox çətinliklə yorğun və vəziyyətdə oynadılar və səmimi olaraq etiraf edim ki, fiziki güc yetərli qədər olmadı. Але це все можна поправити в кращу сторону. Amma bütün bunların hamısını daha yaxşı istiqamətdə düzəltmək olar. Потрібен, у нас ще залишилася одна гра з Карваном 20 грудня. Потім дамо трошки відпочити хлопцям до початку січня. І поїдемо на збори, де буде дуже багато кропотливої роботи. Amma yox, bizim 20 dekabrda Karvan komandasıyla bir oyunumuz vardı. Onu keçirəndən sonra yanvar ayının əvvəlindən biz gedəcəyik böyle toplantıya və orada artıq komandanı daha yaxşı hazırlamaq şansı olacaqdır. Те, що я вам казав, я теж сьогодні також побачив, що дійсно футболісти тут непогані. Вони мають непогану швидкість, вони вміють непогано володіти м'ячем. Техніка на дуже непоганому рівні, але треба саме головне поправити дисципліну общокоманду, а також fizikli їх стан. Mən bugün nəyi deyirəmsə, eyni də gördüyümü də yəni sizinlə bölüşürəm. Belə deyim, yaxşı komandadır, oyuncular yaxşıdır, sürətləri yaxşıdır, toplu idarə etməsi çox yaxşıdır, texnikaları da qəbul edilən səviyyədədir, yəni pis deyildir. Sadəcə iki şeylər düzəlməlidir. Bunlardan biri disiplinin daha yaxşı düzəldilməsi və eyni zamanda fiziki gücün də artırılmasına yönəlmiş səylər olmalıdır. Тому роботи дуже багато. Я і мій тренерський штаб не боїмося цієї роботи. Будемо робити все можливе і неможливе для того, щоб підняти Нефчі на вищий рівень, тому що для мене Нефчі це як в Україні Динамо або Шахтар, якщо порівнювати. Це історичний клуб, це клуб з історією, це бренд Azərbaycanı. Deməli, ona görə də nəyi deyirəm, mən bir uzun müddət məşqçi təcrübəsi olan kimi birini əmin etmək istəyirəm və bildirmək istəyirəm ki, və bundan da qorxmuram, biz əlimizdən gələn və gəlməyən hər şey edəcəyik ki, Neftçi daha yüksək səviyyələrə qalxsın. Çünki mən bu komandanı Ukraynada Dinamo ilə, Şaxtyorla belə müqayisə edirəm. Bu tarixi bir klubdur, Azərbaycan üçün brenddir və bunu etməkdə kifayət qədər realdır. Це те, що я хотів сказати. Demək istədiyim buydu.